Sonra zəng gələndə birisi mənim efirimə elə... Alo! Ay, salam əleykim, qorxmaz mənim nətərsiniz? Ay, salam əleykim. Ha, qardaş, bu biraz son vaxtlar səssiz zadız gəlmir. Necəsiz, nə var, nə yox? Yatırdınız mı? Narahat mı elədim? Ha? Narahat mı elədim? Yatırdınız mı, qorxmaz müəllim? Yox. Xoşdur mu? Xoşdur. Allah xoş eləsin, Allah xoş eləsin. Qorxmaz müəllim, sizə bir dənə şey xahiş edəcəm, başına dönüm, amma qadan alım sən. Siz çox dəyərli adamsınız, yəni bəzilərinə baxanda. Belə bir sual dolaşır ki, sizi niyə həbs eləmədilər? 20 dəqiqəlik ailənin kasetləri sizdə var imiş, Eldar Mahmudovdan alıbmışsınız. Doğrudan elədirmi, yoxsa nədir, niyə görə? Deyirlər sizə ona görə həbs eləmədilər ki, 20 dəqiqəlik sizin əlinizdə görüntü var, onu da gör nə deyirlər, özdə prezident aparatında. Onu da qoyublar Şveysariyanın bancına qoydurmuşsunuz öz adamınız vasitəsilə. Yəni sizin başınıza bir iş gəlsə, ya həbs olunsanız, onlar yayımlanacaq. Belə bir məlumat almışıq, düzdürmü? Hə? Kimdir? Valla deyirlər də, bu Ramiz Mehdinin adamları deyibdir, Allah haqqı. Yox, siz. Mən kiməm? Sizi sevən birisidir. Çox sevirəm sizi, həqiqi deyirəm. Siz gedəndən zaten suyumuz kəsilib düzəməli gəlmirlər. Siz orada olanda hər şey yaxşıydı, Allah hamd olsun. Siz yoxsuz, hər şey yoxdur. Bizə yox, içinə pox. Qorxmaz mənim, siz o maşallah, heç nə, yeganə məmur sizsiniz ki, heç nə əlinizdən alamayıblar. Maşallah, sizi həbs edənmədilər, Allah sizi var eləsin. Bax, elə möhkəm olmaq lazımdır, ehtiyatlı olmaq lazımdır. Bunlar çox qancıq adamlardır. Bunlardan ehtiyat eləyib, vaxtında tədbir görmək lazımdır ki, yoxsa adamı məhv edərlər bunlar. Bunlar adamı diri-diri soyarlar. Bunlar çörək dizin üstündədir. Bunlar sonra adamı anasını ağladarlar. Bunlar öz yaxın adamlarını da baltalayırlar. Qorxmaz mənim, belədirlər. Yox, yatmıram, qadan alim. Mənim işim ancaq gecədir. Gecə səhərə kimi iş, yatmaq mənə haramdır. Yuxum gəlmir, ərşə çəkilir. Yaxşı, qorxmaz mənim, bir sual verin sizə. Başına dönüm, o qədər əlində pullar oldu. Fikirləşmədin mi, Qabil Türkoğlu'na bir dənə kompüter pulu göndərib? Niyə eləmədin? Qabil Türkoğlu var, gecə günüz danışır Almaniyadan bir qırıq kompüterlə. Bircə dənə deyərdiniz ki, bircə dənə buna bir...